Salam değerli izleyiciler. Sualımıza gedirik ki 19-cu əsrin sonlarında Çin, Koreya və Tayvan Vyetnam üzərinə nəzarətin itməsinə, Çinin Koreya, Tayvan və Vyetnam üzərinə nəzarətin itməsinə səbəb oldu. Tirək müharibəsinin udulması. Tirək müharibəsi 1840-42-ci ilə aid olduğu üçün 19-cu əsrin sonlarına aiddir. Fransa və Yaponiya müharibələri, bəli, 1884-85-də, 94-95-ci illərdə aparılan müharibənin nəticəsidir. Burada uyğun cavabımız B variantıdır. Digər bir sualda Rusiya Qacarlar arasında 1827-ci ilin sonlarında başlayan sülh danışıqlarının uzanmasına səbəb Abbas Mirzənin qoşunlarının Şimali Azərbaycan çıxmaması yanlışdır. Rusiyanın böyük məbləğdə təzminat tələb etməsi B uyğun cavabdır. Digər bir sualımızda Paleolit dövrünə aiddir. Mikrolit amik alətlərdən istifadə aid deyil, mezolit dövrünə aiddir. Qadınların toxa əkinçiliyə məşğul olması yanlışdır. Toxa əkinci neolitdədir. Qobustanda qayıcın təsvirlərinin çəkilməsi Paleolit dövrünə aid deyil. Ulu icmanın nəsli icma ilə əvəz olunması. Bəli, üst paleolitdə ulu icmanın nəsli icma ilə əvəz olunması. Doğru cavabımız D variantı olar. D uyğun cavab olacaqdır.